Yadınızdadırsa bir müddət əvvəl Sodex'in ləkə çıxarıcı spreyini almışdım. Xalçadakı ləkələri aparmağını isə sizlərlə birlikdə test etmişdim. O gündən sonra Sodex'in digər məhsulları məni o qədər cəlb etdi ki, mütləq alıb yoxlamalıydım və yoxlayaraq da sizlərlə birlikdə bölüşməliydim. Qabiyon mayesindən otaq təravətləndiricisinə kimi hər bir şeyini əldə etdim. Hətta salfeti də var, burada paylaşmağı unutmuşam. Əlp və kirəc üçün olan spreyi mütləq almalısınız. Düşünün ki, videodan bilmirdim. Hələ çəkdikdən sonra gördüm ki, bu ərpi nə dərəcədə güclü şəkildə təmizləyib. Məhsulla mütləq ayrı bir videoda sizlər üçün düzəldəcəm. Sodex'in bütün məhsullarının qiyməti çox sərfəlidir. Həmçinin də ölçüləri də kifayət qədər bərəkətlidir. Və keçək yağ çözücüyə. Uzun müddət idi şkafların altını yaxşı bir yağ çözücü tapmadığım üçün təmizləyə bilmirdim. Elə videoda sizlərlə birlikdə təmizlədim. İnanın ki, heç 1-2 dəqiqə belə gözlətmədim. Həmin dəqiqə sildim. Silən zamanda təmizlik yəqin ki, oradan aydın. Onu bilirəm ki, Sodex'in təmizlik vasitələri təmizlik sevən xanımların bir nömrəli dostuna çevriləcək. Həm praktik, həm də çoxyönlü istifadəyə uyğun olan kirəç sökücü vasitəsilə hamam otağındakı divarların kənarlarını, eləcə də çanağın içərisini tərtəmiz parıldada biləcəksiniz. Həmçinin də xatırladım ki, Sodex'in təmizlik vasitələri digər vasitələr kimi narahat edici bir qoxuya malik deyil. Bu təmizliyin ardından otaq spreyi ilə günümüzü sonlandırırıq.